Görürsən niyə görə? Ki, hələ də öz istəyi olmadan təkidlə ərə verilən qızlarımız var. Sevməsən də olar. Əsas o da oğlan və valideynləri yaxşıdır. Yox, boşanmaq olmaz. Sən bədbəxt yaşasan da olar. Əsas o da bizim adımız pisə çıxmasın. Deyən eqolu valideynlərimizdir. Gülməli deyil, ağlamalıdır. Ona görə ki, biz hələ də öz ayağı üstə durmağı bacaran heç kimdən aslı olmayan cəsarətli qadına kişi kimi qadın deyilik. Biz hələ də həyat yoldaşına hörmət edən, onun sözünə dəyər verən kişiyə arvadından qorxan kişi deyilik. Güya zarafat edirik. Biz hələ də başa düşmürük ki, hörmətli olmaq üçün yaxşı kişi yox qardaşım. Yaxşı insan olmaq lazım. Bir hədiyyə verib, sonra il boyu qadının arzularını, səsini içində boğacaqsa, verdiyiniz o hədiyyə də başımıza değsin.